Aha, deməli başlayaq. Bugünkü mövzumuz da Qaraxanilər dövləti ilə bağlı olacaq. Deməli, Qaraxanilər dövləti 840-cı ildə yaranıb, 1212-ci ilə qədər mövcud olmuşdu. Aha, Qaraxanilər dövləti Qarluq nəslindən Aşina soyuna mənsubdular. Artıq biz Aşina nəslindən olan 4-cü dövləti ki, qeyd edirik. Birinci demişdik, birinci Göytürklər, daha sonra ikinci Göytürklər, Xəzərlər və Qaraxanilər Aşina soyuna mənsubdular. İkinci Göytürk dövləti süqut etdikdən sonra Uyğurlara tabe olublar. Turan hökmdarı Alp Ərtunqanın nəslindən olduğunu deyirdilər. İslam mənbələrində Əfrasiyyət türk olduğunu, həmçinin İslamı iç qəbul edən türk dövləti olmuşdur. Dövlətin əsasını Qutluq bircə Qədirxan qoyub. Dövlətin paytaxtı, ilk paytaxtı Balasaqun şəhəri olmuşdu. Daha sonra Satıq Buğranın dövründə isə 932-ci ildə İslamı qəbul ediblər və İslam dini Türkistana yayılır. 942-ci ildə Xaqan titulunu qəbul edib Satıq Buğraxan, paytaxtı da Qaşqar şəhəri olmuşdur. Daha sonra biz deyəcəyik ki, Qaraxanilərin dövründə qədim türk yazıları ərəb əlifbası ilə əvəz olunmuşdur. 10-cu əsrdə Quranı təsvir etmişdilər, daha doğrusu təfsir etmişlər. 999-cu ildə Samanilərlə mübarizə aparmışdılar Qaraxanilər və Qəznəvilər. Samaniləri məğlub edirlər, Qaraxanilər və Qəznəvilər Samanilərin ərazisini öz aralarında bölüşdürürlər. Əsas ticarət mərkəzləri Qaşqar, Balasaqun, Uzgen, Termiz, Səmərqənd, Buxara şəhərləridir. 1042-ci ildə Qaraxanilər dövləti iki yerə parçalanır. Qərbi Qaraxanlı və Şərqi Qaraxanlı dövlətinə. Qərbi Qaraxanlı dövlətinin özündə 1212-ci ildə Xarəzmşahlar süquta uğradır. Şərqi Qaraxanlıları isə 13-cü əsrin əvvəlində Qaraçıtaylar məğlub edirlər. Belə, Qaraxanilər dövləti ilə bağlı əsas məqamları sizlərə qeyd etdim.